Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu videoda biz sertifikasiya sınavı 27-nin izahına baxacağıq. Bu sınaq digər sınaqlara nisbətən sadə sınaq idi, onu da deyim. Deməli, birinci sualda bizdən daş dövrünə aid uyğunluğu istəyir. Deməli, burada eradan əvvəl 12 8-ci minillik plus 8 6-cı minilliyə aid uyğunluq. Yəni 12-8 deyirsə bu mezolitdir. 8-6 deyirsə neolitdir. Yəni biz mezolit və neolit dövrlərinə aid uyğunluğu müəyyən etməliyik. İstehsal təsərrüfatından istehlaka keçid baş verdi. Bu əksinə idi. İstehlakdan istehsala keçid baş vermişdir. Götürmürük. Qobustan düşərgəsində müxtəlif qayəstü təsvirlər tapılmışdır. Doğrudur. Mezolitə aiddir. Qan qohumluğu əsasında fəaliyyət göstərən insan birliyi mövcud idi. Bu da qəbilə idi. Bəli, mezolitdə də qəbilə mövcud olmuşdu. Biri oldu BC. 2-yə baxsaq, neolit dövrünə aid ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsi oldu. Bu enolitdə oldu. İnsanlar oturaq həyata keçdi. Bəli, toxadan geniş istifadə edildiyi üçün tox əkinçilik dövrü adlanır. Bu da enolit dövrüdür. Neolit dövrü aid deyil. Demək, bizə 1-ə mezolit dövrünə aid oldu BC, 2-yə də oldu B variantı neolit dövrünə aid. Yəni BC, B, E variantındadır. İkinci suala keçsək, 9-cu əsrin 60-cı illərində baş verməmişdir. Şəki hakimliyinin yaranması 9-cu əsrin 60-cı illəri doğrudur. Tiflis əmirliyinin müstəqil olması doğrudur. 9-cu əsrin 60-cı illərindədir. Baxın, Tiflis əmirliyinin özü 8-ci əsrin 30-cu illərində yaranır. Amma müstəqil olması 9-cu əsrin 60-cı illərindədir. Dərbənd əmirliyinin yaranması da 9-cu əsrin 60-cı illərindədir. Müqəddəs Çarca döyüşü də 9-cu əsrin 60-cı illərindədir, 865. Müqəddəs Roma imperiyasının yaranması isə 10-cu əsrin 60-cı illəri 962 bizdən baş verməyəni istəyirdi. E variantıdır. E variantı 10-cu əsrin 60-cı illəridir. 3-ə baxsaq, demək, bizdən uyğunluğu istəyir. Uluçlar, Amil, Rabat və İlcə. Demişdik ki, uluçlar aslı kəndlərdə dövlətə vergi verirdi. 1-ə oldu E variantı. Amil vergilərin yığılmasına nəzarət edir. 2-yə B variantı. Rabat ərəblər dövründə yaradılan xüsusi hərbi məskənlər idi. 3-ə C variantı. İlcə də əvvəllər kəndlərə məxsus olub, sonradan ərəb feodallarının əlinə keçən torpaqlardır. 4-də də A variantı olur, yəni cavabımız B olur. 4-cü testə keçsək, hadisələrdən hansıların yerini dəyişdikdə düzgün xronoloji ardıcıllıq alınır. Yelizavetpol quberniyasının yaradılması bu 1868-dir. Bəy və ağaların kəndlər üzərində polis və məhkəmə hüququnun itirməsi 1865 kənd cəmiyyətlərinin idarəsi haqqında qanunladır. Demək elə 1 ilə 2 yerin dəyişməlidir burada. Çünki birinci hadisə 1868-dir, ikinci hadisə 1865. Digərlərində baxaq elə. Yarım pul ödənişlə əvəz edilməsi 1870, şəhər islahatının başda tətbiq edilməsi 1878, İrəvan müəllimlər seminariyasının yaradılması 1881. Burada 1 ilə 2 yerin dəyişməlidir ki, uyğunluq gözlənilsin. 5-ci suala baxsaq, 1919-cu ildə AXC hökumətlə Ermənistan hökuməti arasında əldə edilmiş razılığa əsasən hər iki tərəf qoşunlarını bu ərazidən çıxarmalı idi. Burada söhbət Zəngəzurdan gedir ki, Tiflis sazişi idi 1919-un noyabrında. Zəngəzurdan hər iki tərəf qoşunlarını çıxartmalı idi bu sazişə görə. Amma ermənilər əlavə olaraq çıxartmadı qoşundan, əlavə olaraq ora qoşunu da yeritmişlər. Yəni burada Zəngəzurdur, Zəngəzurda 2 ilə işarələnibdir. Keçək 6-cı suala. Səfəvi Osmanlı dövlətinin 17-ci əsrin ikinci yarısı tarixinə aid oxşarlıqları müəyyən edin. Rusiyaya qarşı mübarizə aparmışdı. Biri götürərik. Həm Səfəvi, həm Osmanlı aparıbdı. 17-ci əsrin ikinci yarısında Rusiyaya qarşı mübarizəni. İngiltərə ilə müqavilə imzalamışdı. İngiltərə ilə müqaviləni götürə bilmərik. Çəhləmə dövrünü yaşamışdı. Bunu da götürə bilmərik. Bağdad uğrunda mübarizə aparmışdı. Bağdad uğrunda mübarizəni də ikinci yarısı yox, birinci yarısı aparıb götürə bilmərik. Qəsri Şir müqaviləsini imzalamışdı. O da birinci yarısına aiddir. Deməli, burada yalnız oldu nə? 1 uyğundur 17-ci əsrin ikinci yarısına aid. 7-ci suala baxsaq, hansı xanlığa aid xüsusiyyət verilməmişdi? Nigah diplomatiyası ilə Qubuya birləşdirilmişdi. Bu Bakıda 3-ə aid verilibdir. 1827-də Ruslar tərəfindən işğal edilmişdi. Bu demək, birdir. Bir ərazisi. Yəni İrəvan xanlığıdır. 18-ci əsrin ortalarında Osmanlı dövlətinə elçilər göndərmişdi.
Bu da Gəncə xanlığıdır. 3-cü Sami Zövsəni yatıran şəxs yaratmışdır. O da Təbriz xanlığıdır. Deməli, burada 4-ə aid xüsusiyyət verilməyibdir. Yəni, Şamaxı xanlığına aid xüsusiyyət verilməyibdir. 8-ə baxsaq, 100 illik müharibə dövründə Fransadan fərqli olaraq İngiltərəyə aiddir. İlk dəfə parlament çağırılmışdı. Bizdə 100 illik müharibə dövründə deyir. Yəni 1337-dən 1453-cü illər aralığına baxmalıyıq. Aralığında fərqi götürməliyik. Yəni ilk dəfə parlamentin çağırılması 1265-dir. Fərqlidir İngiltərənin Fransadan fərqli eləyir. Amma 100 illik müharibə dövrü üçün fərqli eləmir. Ərazisində kənd üsyanı baş verməsi həm İngiltərədə baş verib, həm də Fransada baş verib. Bu oxşar eləyir. Azincourt döyüşündə qalib gəlmişdik. 3-ü götürərik. İngiltərəyə aiddir. Ərazisində epidemiya yayılmışdı. Epidemiya hər ikisinin ərazisində var idi. Mərkəzləşmiş dövlətin əsası qoyulmuşdu. Mərkəzləşmiş dövlətin əsası 11-ci əsrdə qoyulmuşdu. İngiltərədə 100 illik müharibə dövrünə aid deyil. Demək, burada oldu yalnız 3. Keçək 9-cu suala. Azərbaycan SSR 20-ci əsrin 20-ci illəri, 20-ci əsrin 30-cu illəri və 40-cı illəri. Yeni iqtisadi siyasətdən imtina edilmişdi. Bəli, 20-ci əsrin 20-ci illərində imtina edildi, yəni 25-dən başlayaraq. Talon sistemi tətbiq edilmişdi 29-dan etibarən, doğrudur, 1929 yəni. İran ilə dostluq müqaviləsi imzalanmışdı. İran ilə dostluq müqaviləsi imzalamışdı. Azərbaycan SSR, bəli, İranla dostluq müqaviləsi imzalayıbdı. Xeyr, imzalamayıb. İranla dostluq müqaviləsini AXC imzalamışdı 1920-ci ildə. Yəni buradan şərtdə nə istəyir bizdən? Azərbaycan SSR İranla dostluq müqaviləsini isə AXC imzalamışdı. Yəni ona görə götürmürük biləcəyini. Demək oldu 1-ə A, B ancaq 2-yə keçsək 20-ci əsrin 30-cu illərinə aiddir. 20-ci əsrin 30-cu illərinə formal müstəqillik bərpa etmişdi. Bəli, Azərbaycan SSR 1936 artıq formal müstəqilliyin bərpa edir. SSR-in 2-ci konstitusiyasına əsasən. Koroğlu operası SSR dövlət mükafatına layiq görülmüşdü. O 1940-dır, 40-cı illərə düşür. 2-ci Dünya müharibəsinə qoşulmuşdu. O da 40-cı illərdə. Demək oldu 1A, B, 2A. 3-ə baxsaq, 40-cı illərinə götürürük. Azərbaycan SSR-nin 40-cı illərinə aid xüsusiyyət. Respublika ərazisində hərbi vəziyyət elan edilmişdi. Bəli, 1942 götürərik. Mehdi Hüseynzadə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. O 50-ci illərdədir. Siyasi repressiyanın ən kütləvi dalğası başlamışdı. O da 30-cu illərdə. Demək 1-ə A, B, 2-ə A, 3-ə olacaq cavab. Yəni D variantı. Ona baxsaq, 14-cü əsrin 90-cı illəri Qaraqoyunlular, 15-ci əsrin 60-cı illəri Ağqoyunlular üçün oxşar cəhətdir. Teymurlara qarşı mübarizə aparmışdı. Oxşardır. Məsələn, Qara Yusuf aparıb Bağdad döyüşündə 1394-də, 14-cü əsrin 90-cı illəri. Ağqoyunlular da aparıbdı 1469-da Teymuri Əbsəyə qarşı. Bu oxşardır. Paytaxt Təbriz şəhəri olmuşdu. 14-cü əsrin 90-cı illərində Ağqoyunlular, Qaraqoyunluların paytaxtı hələ Təbriz deyildi. Təbriz o zaman Cəlalilərin paytaxtı idi. Osmanlılarla dostluq münasibəti saxlamışdı, yanlışdır. Cəlalilərlə müttəfiq olmuşdu. Cəlalilər 1410-dan yox idi, yəni Ağqoyunlular onu görmür. İştirak etdiyi döyüşdə məğlub olmuşdu. O da Qaraqoyunlulara aiddir yalnız. Cavab olur yalnız 1. 11-ə baxsaq, 19-cu əsrin 50-ci illəri Çin və Rusiya Osmanlı dövlətinə müqavilə imzalamışdı. Osmanlı dövlətinə müqavilə imzalamasını götürə bilmərik. Çin və Rusiyanın üçün 19-cu əsrin 50-ci illərinə aid xüsusiyyət tapmalıyıq biz. İngilis və fransız müttəfiqliyinə qarşı mübarizə aparmışdı. Cavab bu olacaq. Məsələn, Çin İngilis-Fransız müttəfiqliyinə qarşı mübarizəni 1856-da aparıb, 1856-da başlayan Triyes müharibəsində aparıb. Rusiya da İngilis-Fransız müttəfiqliyinə qarşı mübarizəni 1853-56-da Krım müharibəsində aparıb. Demək, cavab B variantıdır, oxşar cəhət. İştirak etdiyi müharibədə qalib gəlmişdi. Xeyr, bunu götürənməliyik oxşar kimi. Rusiya ilə məğlub olmuşdu. Hərbi islahatlar keçirilməsi götürənməliyik artıq növbəti 60-cı illərdən, daha doğrusu Çində yox idi. Rusiyada deyə bilər, amma Çində yox idi. Məğlub olaraq təzminat ödəmişdi. Təzminat ödəməsini isə məğlub olaraq təzminat ödəmişdi. Təzminat ödəməsini biz Çinə götürərik. O da ki 60-cı illərə düşür. Yəni bunu da oxşar kimi götürmürük.
Cavab orada oldu B variantı. 12-yə baxsaq, 18-ci əsrin 60-cı illərində inşa edilmişdi. Şəkixan sarayı 1763, Şuşa qalası 50-ci illərdə, İrəvanda Sərdar sarayı 63-dür. Götürürük bunu. Kəlaxana məqbərəsi 17-ci əsrin 60-cı illərdə, yəni 1663 götürmürük. Biz 18-ci əsrin 60-cı illəri lazımdır. Şahbulaq qalası da 50-ci illərdir. Cavab olur burada 1 ilə 3. B variantı. Keçək 13-cü suala. 1858-ci ildə müqavilə imzalanmış dövlətləri xəritədə müəyyən edin. 1858-də müqaviləni Çinlə Rusiya imzalamışdı. Aybun müqaviləsinin Ambrun sol sahili verilirdi Rusiya. 1-dən 3 imzalayırdı. Yəni 5 Çin, bir də 3 Rusiya. 3-5 olacaq cavabımız. A variantı. 14-ə baxsaq, qədim Misir Şumerlərdən fərqləndirən cəhətlər sırasında verilə bilməz. Yəni fərqləndirən sırasında verilə bilməz deyilsə, biz oxşarlar götürməliyik. Çay daşqınlarının qarşısını almaq üçün bəndlər tikirdilər. Bu oxşardır. Demək bizim cavabımızdır. Elə ilk yazısı şəkil olmuşdu. Bu da oxşardır. Bizə fərqləndirən cəhətlər sırasında verilməz deyir. Erdə və 4-cü millikdə vahid halda birləşdirilmişdi. Bu Misirə aiddir. Fərqləndirir. Onluq hesablama sistemindən istifadə etmişdir. Bunu həm Misir eləyibdir, həm də Şumer eləyibdir. Bu da fərqləndirmir. Erdə və 2-ci millikdə ilk dəfə sərhədləri Fərat çayına çatdı. Bu da Misirdir. Misirdir, onu da fərqləndirir. Demək, burada fərqləndirməyən, oxşar olan, yəni Misir və Şumer üçün oxşar olan variantlar 1-dir, 2-dir, bir də 4-dür. A variantı. Fərqləndirən cəhətlər sırasında verilə bilməz deyilsə, oxşar götürürük. Fərqləndirən desəydi, 2 ilə 5-i götürərdik. 15-ə baxsaq, türk dövlətlərinə aid uyğunluğu müəyyən edin. Xəzər xaqanlığı, Sazilər dövləti bir də oxşar, yəni hər iki dövlət üçün oxşar. Albaniya dövlətini vasallaşdırılığına salmışdı. Xəzər xaqanlığı salmışdı, bəli. 7-ci əsrin 60-cı illərində Şəddadi hökmdarı Fəzl bin Məhəmmədə qarşı mübarizə aparmışdı. Baxın, Fəzl bin Məhəmməd 985-dən olub hakimiyyətdə, 985-dən. Amma Xəzər xaqanlığı 965-də süqut etmişdi. Xəzərlərə qarşı sadəcə olaraq tayfa kimi mübarizə aparmışdı. Yəni xaqanlıq dediyi üçün yanlışdır. 8-ci əsrdə Ön Asiyada ərazilər ələ keçirmişdi. Bu da doğru fikirdir. Məsələn, 8-ci əsrdə biz deyirik ki, 731-də Xəzərlər Savalan döyüşündən sonra Diyarbəkir, Mosul şəhərlərini ələ keçirirlər. Onlar da Ön Asiyada yerləşirdi. Biri oldu A ilə C. 2-yə baxsaq, Sazilər dövlətinə, Şirvanşahlar dövlətini tabe etmişdir. Doğrudur. Slavyanların Bərdəyə yürüşü zamanı onlara qarşı mübarizə aparmışdı. O Sazilər yox, Səlarilərə aiddir. Samani dövlətinə qarşı mübarizə aparmışdı. Bəli, Samanilərə qarşı mübarizə aparıb Deyidollardan almışdı Sazilər. 2-yə də oldu A. Oxşara baxsaq, 10-cu əsrin ikinci yarısında süqut etdi. Bu yanlışdır. Məsələn, deyə bilərik ki, Sazilər 10-cu əsrin birinci yarısında süqut etdi. 941. Xəzər xaqanlığı isə ikinci yarısında. Biz oxşar deyil deyə götürmürük bunu. Abbasilərə qarşı mübarizə aparmışdı. Abbasilərə, yəni Ərəb xilafətinə qarşı. Bəli, Sazilər məsələn ərəblərə qarşı mübarizə aparanda 10-cu əsrdə hakimiyyətdə Abbasilər idi. Xəzər xaqanlığı da biz bilirik ki, həm Abbasilərə, həm Əməvilərə, həm ilk xəlifələrə qarşı mübarizə aparıbdı. Bu da oxşardır. Türklər tərəfindən süquta uğradılmışdı, bu yanlışdır. Xəzər xaqanlığı ruslar tərəfindən süquta uğradılıbdı. Demək, cavab oldu nə burada? 1 A, C, 2-yə A, C, 3-ə də B variantı. Yəni A olacaq cavabımız. Keçək 16-cı suala. Osmanlı hökmdarı 3-cü və 4-cü Murad üçün oxşar olan cəhəti müəyyən edir. 17-ci əsrdə hakimiyyətdə olmuşdu. 17-ci əsrdə hakimiyyətdə olması 4-cü Murada aiddir. 3-cü Muradın hakimiyyəti 1594-də bitir. 16-cı əsrdə bitir, yəni. Səfəvi dövlətlə müqavilə imzalamışdı. Elə cavab bu olacaqdı. Məsələn, Murad 1639-da Qəsr Şirini imzalamışdı. 4-cü Murad. 3-cü Murad da imzalamışdı 1590-cı ildə İstanbul müqaviləsi. Bu oxşardır. Baxsaq nəyə? Bağdad şəhərini ələ keçirmişdi. Bağdad şəhəri 4-cü Murad ələ keçiribdi 1638-də. Yəni 3-cü Murada aidiyyatı yoxdur. Şah 1-ci Abbasla normal qonşuluq münasibətləri saxlamışdı. Şah 1-ci Abbasla normal qonşuluq münasibətləri. Bunu götürənməliyik. Murad müharibə aparıbdı. Təbriz şəhərində Osmanlılara qarşı çıxışlar baş vermişdi. Təbriz şəhərində Osmanlılara qarşı çıxışlar baş vermişdi.
Təbriz şəhərində Osmanlılara qarşı çıxışlar. Baxın, Təbriz şəhərində 1591-də olub çıxış. Düzdür, 1591-də. 1591. Bir də Təbriz şəhərində 1603-cü ildə olubdur çıxış. Bu Muradın dövrünə, bu 1-ci Muradın dövrünə düşür. 4-cü Muradın dövrünə düşmür. Aha. Bir anlıq mənə də elə gəldi ki, oxşardı. Murad axı deyirik 1622-dən gəlir hakimiyyətə, 1623-1640-cı illərdə. Bu yalnız 3-cü Murada aiddir. 4-cü Muradın dövrünə düşmür. Cavab orada olur B variantı. 17-yə baxsaq, klassik feodalizm dövründə Avropada baş verən kəndli üsyanlarını baş verdiyi ərazilərə uyğun xronoloji ardıcıllıqla düzün. Yəni biz klassik feodalizm dövründə, yəni 11-15-ci əsrlərdə, 11-15-ci əsr aralığında Avropada baş verən kəndli üsyanlarını ardıcıl olaraq müəyyən etməliyik. Baxaq görək hələ kəndli üsyanları hansı ərazilərdə baş vermişdi? Baş vermişdi 4-də, yəni İngiltərədə 1381-də, Fransada 1358-də, Almaniyada da 1524-də. Demək, 3 ərazidə baş verir kəndli üsyanları. Düzdür, bu ərazilərdə yox idi ki? Yox idi. İndi biz burada, əgər şərti diqqətlə oxumasaq, götürəcək nəyi? 3-ü, 4-ü, sonra da 1-i. Xronoloji ardıcıllığından baş vermə ardıcıllığını soruşur da bizdən. Baş vermə ardıcıllığını soruşur əraziyə uyğun olaraq. Birinci 3-də baş verir 1358, sonra 1 4-də, 1381, sonra 1-də. Almaniyada 1524-də. 3-4-1 götürəcək cavab. 3-4-1-də varmı? Var variantında. Amma şərtdə nə deyirdi bizdən? Klassik feodalizm dövründə, yəni 11-15-ci əsrdə baş vermiş üsyanı soruşur bizdən. 11-15-ci əsr aralığında baş verən üsyanı. Bu 1524-də baş verən üsyan klassik feodalizm yox, son feodalizm dövrünə düşür. Deməli, 1-i götürmürük. Cavab nə olacaq? 3-4. Ardıcıllıq belə olacaq. 3-4 də C variantındadır. 18-ə baxsaq, Cənubi Azərbaycan 1905-1911-ci il məşrutə inqilabından fərqli olaraq 1917-20 inqilabı, 1941-45 inqilabı ilk dəfə muxtariyyət tələbləri irəli sürülmüşdü. 17-20 inqilabında bəli, muxtariyyət tələbləri ilk dəfə irəli sürülür, fərqləndirir 1905-1911-dən. Qacarlar sülaləsinə qarşı olmuşdu. Elə bunun hər ikisi Qacarlara qarşı olubdu. Oxşardır bu, fərqləndirmir. Sonra yatırılmasında Rus qoşunlarının iştirak etmişdi. Rus qoşunları hər ikisində iştirak edib. Bu da oxşardır. Bizə fərqli lazım idi. Oldu 1-ə A. 1941-45 inqilabına baxsaq, məşrutiyyətdən fərqli olaraq silahlı fədai dəstələri yaradılmışdı. Bu hər üçündə yaradılıb. Həm 17-20 inqilabı, 41-45 inqilabı, həm də 1905-1900 inqilabı zamanı həmən bu silahlı fədai dəstələri yaradılıb. Bu oxşardır. Pəhləvilər sülaləsinə qarşı baş vermişdi. Baxın, bu doğrudur. Nəyə görə? Çünki 41-45-də artıq İranı kim idarə edirdi? Pəhləvilər. 1905-11-də isə Qacarlar idarə edirdi. 2-yə B-ni götürdük. Yatırılmasında SSR-in qoşunlarının şaha dəstəyi olmuşdu. Yatırılmasında SSR qoşunlarının şaha dəstəyi olmuşdu. Bu da doğrudur. Nəyə görə? Baxın, Rus qoşunlarının desəydi, bu oxşar idi. Amma SSR qoşunları dediyi üçün avtomatik olaraq doğru olur. Çünki 1905-1911-də SSR yox idi, amma 1941-1945-ci illərdə SSR var idi. Demək, SSR qoşunlarının şaha dəstəyi olması, İrana kömək eləməsi doğru fikirdir. Yəni, fərqləndirir 1941-45 inqilabını 1905-1911-dən. Yəni, olacaq 1-ə A, 2 olacaq B, C. 1A, 2B, C də D variantındadır. 19-a baxsaq, uyğunluğu müəyyən edirik. Xərəzmşahlara qarşı mübarizə aparmışdı. Qaraxanilər və Atabəylər doğrudur. Atabəylər məsələn 12-ci əsrin 90-cı illərində, Qaraxanilər 13-cü əsrin əvvəllərində. Uyğunluq desə doğrudan doğrunu götürürük də burada. Çinə qarşı üsyan nəticəsində yaranmışdı 1-ci və 2-ci Göytürk dövləti. Bu yanlışdır. Çinə qarşı üsyan nəticəsində yalnız 2-ci Göytürk dövləti yaranıb. 1-ci Göytürk dövləti Uyğurlara, avarlara qarşı üsyan nəticəsində yaranıb. 1-i götürdük cavabda. Doğrudan doğrunu. 2-də isə yanlışdan yanlışı seçməliyik bu tərəfdə. Yanlışdan yanlış olsa götürürük. Yanlışdan doğru olsa götürmürük. Bizansı məğlub etmişdi. Sultan 1-ci Toğrul və Alparslan doğrudur. Götürməyəcəyik, çünki yanlış lazımdır bizə.
Məsələn, Alparslan Malazgirtdə, Toğrul isə 1048-də məğlub edib. Gürcülərlə ittifaq qurmuşdu Əmir Teymur və Şirvanşah 1-ci İbrahim, bu da doğrudur. Demişdik axı, Əmir Teymur 3-cü dəfə yürüş eləyəndə Şirvanşah 1-ci İbrahim 7-ci Georgi ilə, Gürcü 7-ci Georgi ilə Şəkili Seyid Əhmədi aparır Teymurun üzərində hüzuruna, orada ittifaq bağlayıb onlar. Bu oxşardır. Deməli, biz burada doğrudan doğrunu götürürdük. Yalnız oldu 1. Yanlışdan yanlışı götürməliydik. Yanlış tapmadıq. Burada hamısı doğru oldu. Demək, cavabımız da bizə uyğun gələn uyğunluqda yalnız 1-dədir. Yəni, B variantında. 20-yə baxsaq, 20-də bizdən deyir, aşağıdakı fikirlərdən neçəsi qeyd edilən müqavilələr üçün oxşar cəhət kimi götürülə bilməz. Yəni, burada qeyd edilən aşağıdakı fikirlər var. Həmin o fikirlərdən görək neçəsi burada olan müqavilələr üçün oxşar deyil. Bağdad bilirik ki, nə vaxtdır? 1733, Şirvanşah 1732, Gəncə də 1735. İndi baxsaq, Rusiya ilə səfərlər arasında imzalanmışdı. Elə burada biri gözlənilmir bu uyğunluğun, oxşar deyil. Məsələn, biz bilirik ki, burada Rusiya ilə səfərlər arasında imzalanan bir dənə hansıdır? Gəncə. Digərləri Səfəvi Osmanlıdır. 18-ci əsrin 30-cu illərin birinci yarısında imzalanmışdı. Bu da oxşar deyil, çünki Bağdadla Kirmanşahı deyə bilərik, 18-ci əsrin 30-cu illərin birinci yarısında imzalanıb. Amma Gəncə müqaviləsi 35-dir, artıq 35 17-ci əsrin 30-cu illərin ikinci yarısına düşür. Şah 3-cü Abbasın dövründə imzalanmışdı. Bu da yanlış fikirdir, bu da oxşar deyil. Məsələn, biz deyirik ki, Kirmanşah imzalanır Təhmasibin dövründə, ikinci Təhmasibin. Gəncə ilə Bağdad Abbasın dövrünə düşür, amma Təhmasibin dövrünə Kirmanşah düşür. Bu da oxşar deyil. Baxsaq nəyə? Nadir xan razılığı ilə imzalanmışdı. Bu da yanlışdır. Nadir xanın razılığı olmamışdı Kirmanşah müqaviləsində. Düşmən qoşunları Azərbaycan ərazisini tamamilə tərk edirdilər. Bu da yanlışdır. Burada düşmən qoşunları Gəncə müqaviləsində görə Azərbaycanı tərk edirdilər. Burada deməli 5 fikir verilib. 5 fikirin heç biri bunlar üçün oxşar cəhət deyil. Bizdə də deyirdi neçəsi oxşar cəhət deyil. Elə 5-i. E variantı. 21-ə baxsaq, hadisə nəticə əlaqəsinə aid düzgün uyğunluğu müəyyən edin. Hadisə İngiltərədə iş parlament islahatının keçirilməsi, xırda burjuaziyanın seçki hüququ alması. Bu yanlışdır. İngiltərədə ilk parlament islahatı 1832-dədir. Xırda burjuaziyanın seçki hüququ alması isə ikinci parlament islahatındadır 1867-də. Uyğunluq pozuldu. İngiltərədə hüquqlar haqqında bilin qəbul olunması bu 1689-dur. Hakimiyyətin Tanrı tərəfindən verilmə prinsipinə zərbə vurulması, bəli, bu doğrudur. Artıq belə deyək də, hüquqlar haqqında bilə görə artıq bu nüfuzu düşmüşdü kralın, onun hüquqları məhdudlaşdırırlar. Bununla da artıq həmin hakimiyyətin krala verilməsi prinsipinə zərbə vurulurdu. Yəni Tanrı tərəfindən verilməsi prinsipinə zərbə dəyirdi. 2-yə baxsaq, Stuartlar sülaləsinin restavrasiyası, İngiltərə Respublika dövrünün sona çatması, xeyr, İngiltərə Respublika dövrü 53-də sona çatır, bərpa isə 1660-da olur. Buna aidiyyat yoxdur, yanlışdır. 4-də oxsa İngiltərə və Rusiyanın yaxınlaşması, Almaniyaya qarşı Antanta blokunun formalaşması. İngiltərə və Rusiya yaxınlaşdı 1907-də. Almaniyaya qarşı və Antanta blokunda formalaşması başa çatdı, həmin o müqavilənin imzalanması. Bu doğrudur. Termidor çevrilişinin baş verməsi, Direktoriya dövrünün sona çatması. Baxın, bu da yanlışdır. Termidor çevrilişi nə vaxt baş vermişdi? 1794-də. Bununla da Fransada Yakovinçilərin hakimiyyəti sona çatmışdı. Hakimiyyətə gəlmişdi Direktoriya dövrü başlamışdı 95-dən. Direktoriya dövrü isə 1799-da başa çatacaq Napoleonun çevriliş etməsi nəticəsində. Yəni əslində Termidor çevrilişi nəticəsində Direktoriya dövrünün sona çatması yox, başlaması olsa doğru olardı. Hadisə nəticə əlaqəsi düzgün uyğunluq gözlənilib 1-2-də, biri də 4-də. Qalanlarda yanlışlıq var. 2 ilə 4. 2 ilə 4-də C variantındadır. 22-yə baxsaq, eyni ildə baş vermiş hadisələri müəyyən edin. İmam Mustafa'nın hakimiyyətə gəlməsi 1954, Bakı telestudiyasının fəaliyyətə başlaması 1956, Azərbaycan SSR-də yeni konstitusiyanın qəbul edilməsi 1900, yeni konstitusiya deyirsə bu 1937-də ola bilər, 78-də ola bilər, yəni 37-dən götürək. Krım konferansının keçirilməsi 1945, Bağırovun ölüm cəzasına məhkum edilməsi 1956. Eyni ildə baş verən hadisə burada 2 dənədir. Biri 2-dir, biri də Bağırovun ölüm cəzasına məhkum edilməsidir. Qalanları eyni ilə düşmür. Yəni 2 ilə 5 olur cavab.
23-ə baxsaq, iqtisadi sahədə narazılıqların qarşısını almaq üçün aqrar islahat keçirildi. Kənd icmaları dağıdıldı və torpaqlar kəndlər arasında bölüşdürüldü. Nəticədə kənddə sosial təbəqələşmə gücləndi. Bəhs edilən Rus çarından fərqli olaraq Çar 2-ci Aleksandra aiddir. Burada söhbət aqrar islahatlar deyirsə, təbəqələşmənin güclənməsi deyirsə, burada 2-ci Nikolay olacaq. 2-ci Nikolay. 2-ci Nikolay olacaq. Biz burada bu 1900 belə deyək də 6-da Stolypini islahatlarından gedir söhbət. Həmin o islahatlar zamanı kənddə təbəqələşmə güclənmişdi və kənd icmaları da dağıdılmışdı onun aqrar islahatına görə. İndi biz burada həmin bu Nikolaydan fərqli olaraq 1-ci Aleksandra aid xüsusiyyət tapmalıyıq. Daha doğrusu 2-ci Aleksandra aid xüsusiyyət tapmalıyıq. Mərkəzi Asiya uğrunda mübarizə aparmışdı. Mərkəzi Asiya uğrunda mübarizəni həm Nikolay aparıb, həm də 2-ci Aleksandr aparıbdı. Bu oxşardır. Rusiya tarixində ilk dəfə universitetlər yaradıldı. Bu da yanlışdır. Universitetlər yaradılmışdı, Pyotrun dövründə var idi. Universitet muxtariyyət vermiş desə götürə bilərdik beyin, amma yaradılması deyil. Zadəganlara geniş hüquqlar verdi. Zadəganlara geniş hüquqlar əslində bunun dövründə artıq zadəganların hüquqları məhdudlaşdırılırdı. Bir sıra sahələr dövlət inhisarına verildi, sənaye sahələrindən xarici kapital cəlb edildi. Bəli, cavab bu olacaqdır. D variantı. Bunun dövründə belə deyək də, artıq təhkimçilik sona çatdı. Sosial-iqtisadi sahədə də islahatlar keçirildi. Həmçinin xarici kapital da ölkəyə genişləndirildi. Onunla bərabər ölkənin də bəzi sahələri var ki, orada inhisar hüququ almışdı. Fransa və İngiltərə müdafiə etdiyi Osmanlı dövlətində müharibə başladı. Müharibənin başlaması 1853-cü ildir. Yəni burada deyir Fransa və İngiltərəndə müdafiə etdiyi Osmanlı dövlətində müharibə başladı. O müharibə Krım müharibəsindən gedir. Müharibənin başlaması 1853-dür. O da düşür 1-ci Nikolayın dövrünə. Burada 2-ci Aleksandr istəyirdi bizdən. Başa çatması desəydi, bəli, 56-da 2-ci Aleksandra götürə bilərdik. Çünki Aleksandrın hakimiyyəti 55-dən başlayır. Cavab oldu, yəni orada D variantı. 24-də baxsaq, Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 11-ci Ludovik, Henrik və 7-ci Gözəl Filip. Demək, burada bizdən demək 100 illik müharibə dövründə hakimiyyətdə olmuşdu. 100 illik müharibə dövründə bunun heç biri hakimiyyətdə olmayıb. 2-ci Henrik 12-ci əsrdə hakimiyyətdə olub. 4-cü Gözəl Filip 13-14-cü əsrdə hakimiyyətdə olub. 14-də. 11-ci Ludovik də olub da hakimiyyətdə 1461-1483. Yəni 100 illik müharibə başa çatandan sonra olubdu. Demək burada 100 illik müharibə dövründə hakimiyyətdə olmasını heç birinə götürmürük. Yeni vergilər tətbiq etmişdi. Yeni vergilər tətbiq edilməsi həm 2-ci Henrikdə var, həm 4-cü Gözəl Filipdə var, həm də ki 11-ci Ludovikin özündə var. Məsələn, bu 11-ci Ludovik dedik, xəzinəni artırmaq üçün bazasını, yeni vergilər, yeni illik vergi tətbiq etmişdi. 2-ci Henrik həmən bu feodallar üzərində qalxan pul vergisini qoymuşdu. 7-ci Gözəl Filip də kilsə üzərinə əlavə vergilər qoymuşdu. Bu da Papa ilə münasibətlərini pisləşdirmişdi. Deməli, vergilər tətbiq edilməsi hamısında 4-də B. Rəqiblərinə qarşı hilədən istifadə edən 11-ci Ludovik idi. O belə sıradan çıxartmışdı rəqiblərini mübarizədə. Hər bir azad adam müəyyən ödəniş müqabilində kral məhkəməsinə müraciət etmək hüququ aldı. Bu Henrikin deməli məhkəmə islahatına aid idi. Yeni götürdük. Klassik feodalizm dövründə hakimiyyəti başa çatmışdı. Bu 4-də gedir. Hər üçünün hakimiyyəti klassik feodalizm dövründə başa çatır. Roma papasını asılı vəziyyətə salmışdır. O da dedik ki, Gözəl Filipə aiddir. Ə də getdi 3-ə. 1-ə C oldu, 2-ə D oldu, 1-ə C oldu, 2-ə D, 3-ə Ə olur, 4-də də B ilə Y olur. Yəni B variantı cavab. 25-ə baxsaq, deyir, hansı ərazi haqqında məlumat verilməmişdir. 223-cü diviziyanın azad etdiyi ərazilərdəndir. Bu 223-cü diviziya bilir ki, Yugoslaviyada, Serbiyada, Bolqarıstanda, Rumuniyada iştirak edibdir. Yəni azad etdiyi ərazilərdən biri 4-dür. 4 haqqında məlumat var. Azad edilməsində Ziya Bünyadov iştirak etmişdi. Bu Polşa ilə Çexoslovakiyadır.
Yəni 1 ilə 3 haqqında da məlumat var. Mehdi Hüseynzadə bu ölkədə faşizmə qarşı mübarizə aparmışdı. Bu da İtaliyadır. Burada Fransa haqqında məlumat yoxdur. Yəni cavab olur 2. A variantı. 26-ya baxsaq, səlib yürüşlərinə aid yanlış sıraları müəyyən edin. Demək, burada 1-ci, 2-ci, 3-cü və 4-cü səlib yürüşləri qeyd olunub. Məsələn, 1-ci səlib yürüşünə qeyd olunub ilk dalğasını Səlcuqlar məğlub etmişdi. Bu doğrudur. 2-ci səlib yürüşündə var, Bizans Səlcuqlara dəstək verməmişdir. Bəli, verməmişdir. Bu da doğrudur. 3-cü səlib yürüşündə qeyd olunub, Alman kralı Suriya və Fələstində qırğınlar törətdi. Bu yanlışdır. Bilirik ki, Alman kralı Suriya Fələstinə gedib çıxa bilmir. O, Konyada qırğınlar törədir, suda boğulur deyə gedib Suriya Fələstinə çıxa bilmir. Və belə deyirdik ki, 3-cü səlib yürüyüş zamanı bunun nəticəsində Suriya Fələstin qırğınlardan xilas olur. 4-ə baxsaq, Balkanlarda yeni dövlət yaratdılar. Bu 4-cü səlib yürüyüşünə aiddir. Amma burada artıq 3-cüdə sıra pozulduğu üçün, zəncir qırıldığı üçün 1-ci fikir yanlışdır. Elə biri cavabda götürəcəyik biz. Bizə yanlışlar lazımdır. 2-yə baxsaq, Bizansla müqavilə imzaladılar. 1-ci səlib yürüyüşü zamanı bəli imzalamışdılar. Səlcuqlarla mübarizə aparmışlar. 2-ci səlib yürüyüşləri zamanı aparıblar. 3-ə baxsaq, Konya şəhərinin dağıntılara məruz qalmışdı. Bayaq dedik ki, Konya şəhəri dağıntılara məruz qalır 2-ci səlib yürüyüşü zamanı. Daha doğrusu 3-cü səlib yürüyüşü zamanı. Amma sonra hökmdar suda boğulur deyə Suriya Fələstin dağıntılardan xilas olur. 4-ə baxsaq, Papa özü başçılıq edirdi. Bəli, bu da doğrudur. Deməli, 2-ci sırada hamısı doğrudur. Amma biz düzgün cavab kimi götürməyəcəyik. Çünki bizə yanlışlar lazımdır. 3-ə baxsaq, 3-cü sıraya, 1-ci səlib yürüyüşünə Aralıq dənizi şərqində yeni dövlətlər yarandı. Doğrudur. Edessanın tutulmasına cavab olaraq başlamışdı. Doğrudur. Təbəriyə döyüşündə Misir hökmdarına məğlub oldular. Baxın, Təbəriyə döyüşü 3-cü səlib yürüyüşün dövrünə düşmür. 3-cü səlib yürüyüşünə aid deyil. 3-cü səlib yürüyüşü 1189-da başlayır. Təbəriyə döyüşü 1187-də idi. Sadəcə olaraq Təbəriyə döyüşü 3-cü səlib yürüyüşünün başlaması üçün səbəbi idi. 3 oldu yanlış. Əsas istiqamət Misirə yönəlmişdi. 4-də doğrudur. Amma burada 3 yanlışdır deyə 3-cü səlib yürüyüşünə aid olan ifadə yanlış deyil. Deməli, bu sırada yanlışdır. Bizim cavabda da götürəcəyik bunu. Bizə yanlışlar lazım idi. 4-ə baxsaq, Fransa, İtaliya, Almaniyanın hersoq və qrafları başçılıq edirdi. Doğrudur. Uğursuzluqla yekunlaşmışdı. 2-ci səlib yürüyüşü doğrudur. 3-cü səlib yürüyüşünə başlayaq. İngiltərə və Fransa dəniz yolu ilə yürüyüşə başladılar. Bu da doğrudur. Bizans imperiyasının paytaxtını dağıtmışdılar. Bu da doğrudur. 4-cü səlib yürüyüş zamanı dağıtmışlar Konstantinopolu. Demək, 4-cü fikirdə bütün sıralar doğrudur, amma biz 4-ü götürməyəcəyik düz kimi, çünki yanlışlar istəyir bizdən. 5-ə baxsaq, 5-ci sıraya 1-ci səlib yürüyüşünə qeyd olunub. 3-cü səlib yürüyüşü kimi uğurlu olmuşdu, bu yanlışdır. Biz bilirik ki, 3-cü səlib yürüyüşü uğursuz olubdur. Cavab olacaq nə? 1-3-5 olacaq cavab. 5-ci fikirdə yanlış fikirdir. Yəni sıra olaraq yanlışdır. Digərlərinə baxsaq elə gəlin baxaq. Səlibçilərə məğlub olaraq geri qayıtmışdılar. Səlcuqlara məğlub olaraq geri qayıtmışdılar. Bu doğru fikirdir əslində. Amma burada dediyim kimi də burada bir dənə 1-ci sıra yanlışdır deyə götürmürük. Anadoluda qırğınlar törədilmişdi. Anadoluda qırğınların törədilməsi bu 3-cü səlib yürüyüşünə aiddir. Yürüyüşün xərclərini qarşılamaq üçün xüsusi vergi təyin edilmişdi. Bu da doğrudur. Amma dediyim kimi 1-ci sıra artıq yanlış olduğu üçün 5-ci sıra ümumən 1-ci səlib yürüyüşünə aid fikir yanlış olduğu üçün 5-ci sırada yanlışa gedəcək. Cavabımız olacaq burada. Deməli 1, 3, 5. Yəni B variantı. 27-yə baxsa, aşağıdakı şəxslərdən neçəsi Şirvan bəylərbəyi olmuşdu? Abdullah xan ustası olub Şirvan bəylərbəyi 16-cı əsrdə. Həsən Əli olubdu 17-ci əsrdə biz deyirdik. Car Balakən üsyanı zamanı, iş kütləvi xalq çıxışı zamanı carlar gəlir öldürür. Abdullah xan ustasını deyirdik ki, İngilis nümayəndəsi ilə müqavilə imzalayır. Əlqas Mirzə Şirvanın ilk bəylərbəyi olmuşdu. Zülfüqar Qaramallı o Şirvanın yox, Azərbaycan bəylərbəyinin olmuşdu. Onu götürmür. Toyğun bəy Qacar Şəkidə olmuşdu. Xosrov isə bəli, Xosrovun özü də Şirvan bəylərbəyi olubdu. O da deyir ki, Şah II Abbas həmin o Şimali Qafqazda tikilən rus qalalarının dağıdılmasına da fərman vermişdi Xosrova. Demək, burada 4 dənəsi Şirvan bəylərbəyi olubdu. 4 dənəsi, yəni C variantı. 28-ə baxsaq, AXC-də Gəncə və Bakı dövrləri üçün oxşar olan cəhətləri müəyyən edin. İngilislər Azərbaycan arasında daxil olmuşdu. Gəncə dövründə daxil olubdu. İngilislər Azərbaycana 1918-in avqustunda. Bakı dövründə də noyabrında daxil olub. 1918-in noyabrında. Denis Sterlin və
Thomson daxil olmuşdu. Bir oxşardı. Fətəli xan Xoyski rəhbərliyi yeni hökumət təşkil edilmişdi. Bəli, Gəncə dövründə ikinci hökumət, Bakı dövründə üçüncü hökumət təşkil edilibdi. Xoyski rəhbərliyi ilə. İki də doğrudur. Naxçıvanda Araz Türk Respublikası fəaliyyət göstərmişdi. Araz Türk Respublikası noyabrda başlayıb, 1918 noyabrında da Bakı dövründə. Gəncə dövrü yox idi, oxşar ola bilməz. Bakı Xalq Komissarlar Sovetinə qarşı mübarizə yalnız Gəncə dövründədir. İkinci hökumət kabineti qanunverici orqan kimi fəaliyyət göstərmişdi. Bəli, bu da oxşardır. Biz bilirik ki, ikinci hökumət kabineti 1918-in iyunun 16-sından artıq 1918-in noyabrın 16-sına kimi qanunverici orqan olubdur. Həm qanunverici orqan, həm də icraedici orqan olubdur. Burada da 1918-in iyunundan 1918-in noyabrına kimi olubdur? Paytaxt həm Gəncə olubdur, həm də Bakı olubdur. Demək, 5 də oxşar cəhətdir. Yəni, oldu cavab 1, 2, 5 B variantı. 29-a baxsaq, 16-17-ci əsrlər Səfəvilər dövründə yaşamış rəssamları müəyyən edin. Kəmaləddin Behzad rəssam idi, Sultan Mahmud da rəssam idi, Sadıq Bəyəfşar bu da rəssam idi, Qiyasəddin rəssam deyildi, Bəhruz Kəngərli bu da rəssam idi. Amma Bəhruz Kəngərli rəssam olsa da bu 16-17-yə yox, 20-ci əsrin rəssamları sırasındadır. Demək, cavab olacaq 1, 2, 3. Xəritədə işarələnmiş dövlətlər üçün oxşar cəhəti müəyyən edin. Burada işarələnib qırmızı 1 İngiltərə, 2 Fransadır, bu ərazi İtaliya, bura Yunanistandır. Sevr müqaviləsinə görə Osmanlı ərazisini işğal zonasına bölmüşdü, bəli. İngiltərə, bax buradan bir dənə xətt çəksən belə. Bu ərazi gəlib elə Osmanlı da buradır. Bax buranı işğal zonasına bölmüşdü Sevr müqaviləsinə görə 1920-nin avqustunda. Yəni İngiltərə, Fransa, İtaliya, Yunanistan 4 işğal zonasına bölmüşdü. Biri götürdük. Birinci Dünya müharibəsi zamanı Antanta qismində vuruşurdu. Bu da doğrudur. Birinci Dünya müharibəsi zamanı biz bilirik ki, İngiltərə, Fransa onsuz da Antanta tərəfindən idi. İtaliya sonra onun tərəfinə keçmişdi. Bir də xəritədə Yunanistanın da Antanta tərəfindən vuruşması haqqında məlumat var. Bu da doğrudur. İkini də götürürük. 19-cu əsrdə Osmanlı qoşunları tərəfindən məğlubiyyətə uğradılmışdı. 19-cu əsrdə Osmanlı qoşunları tərəfindən məğlubiyyətə uğradılması bu fikir yoxdur. Götürənməli yoxşar kimi. AXC bu ölkələrdə nümayəndələr açmışdı. AXC-nin də Yunanistanda nümayəndəliyi olmayıbdır. 4 də yanlışdır. Deməli, oxşar cəhət oldu 1 ilə 2B variantı. Manna və İskit padşahlığının 7-ci əsr tarixi üçün oxşar cəhətdir. 7-ci əsr tarixi üçün oxşar cəhətdir. Manna və İskit padşahlığının Media dövlət tərəfindən süquta uğradılmışdı. Əslində bu oxşar cəhətdir, Media tərəfindən süquta uğradılması, amma o 6-cı əsrə aid. 6-cı əsrə. Bizdən 7-ci əsr istəyir. Öz dövlətlərini yaratmışdı. Manna 9-cu əsrdə yaratmışdı. Kaştarit ilə ittifaq qurmuşdu. Bəli, cavab C olacaq. Biz bilirik ki, Kaştarit mediada Aşur əleyhinə üsyan qaldıranda o zaman Manna və İskit padşahlığı ona kömək etmişdi. Yəni ittifaq qurmuşdu. Cavab olur C. 32-yə baxsaq, Şirvanşah hökmdarı 1-ci Axistan və 1-ci İbrahimin Dərbəndi üçün oxşar olan cəhətləri müəyyən edin. Dərbəndilər sülaləsinə məxsus idi, bu yanlışdır. 1-ci Axistan Kəsranilər sülaləsinə məxsus idi. Hakimiyyət dövründə Bakı şəhəri, Bakı paytaxt statusunu daşımışdı. Bu doğrudur. Həm 1-ci Axistan hakimiyyətinin sonuna yaxın, bir də İbrahim dövründə Bakı paytaxt olmuşdu. 2-ni götürdük. Gürcülərlə ittifaq qurmuşdu, bu da doğrudur. 1-ci İbrahimin özü dedi, Teymurla ittifaq quranda elə Gürcülər də o ittifaqda var idi. 1399-da. 1-ci Axistan özü də Gürcü 3-cü Georgiya ilə ittifaqda idi. 1-ci Axistan ona kömək eləmişdi. 3-cü Georgiya 1173-də Gürcüstanda üsyanın yatırılmasında. 3-cü Georgiyada 1175-də Slavyanlar Azərbaycanı yürüş eləyən Dağıstana kömək eləmişdi. 1-ci İbrahim də 7-ci Georgiya ilə müttəfiq olmuşdu. Hə, 1405-ci ildə daha doğrusu 7-ci Georgiya ilə müttəfiq olmuşdu 1399-cu il müqaviləsinə görə. Həmən bu Teymurla ittifaq quran zaman belə deyək də 1-ci İbrahim 7-ci Georgiya ilə Seyid Əhmədi Teymur Azərbaycan 3-cü dəfə gələndə aparmışdı, onun hüzuruna ittifaq bağlamışdılar. Amma bundan başqa İbrahim başqa Gürcü olan 2-ci Konstantinlə də ittifaq qurmuşdu.
Konstantinlə də ittifaq qurmuşdu. 1405 həmən bu Kür döyüşündə, bir də 1412-ci il yenə də eyni adlı döyüşdə müttəfiq olmuşdular ki, həmən o Konstantinlə. Yəni Gürcülərin ittifaqda olması oxşardı bu hökmdarlar üçün. Üçü götürdük. Digər Azərbaycan dövlətindən asılılığı qəbul etmişdi. Digər Azərbaycan dövlətindən asılılığı qəbul etməsi, məsələn, İbrahim qəbul edib Qaraqoyunlardan asılılığı 1412-ci il Kür döyüşündən sonra. 1-ci Axıstanda 1160-da qəbul eləmişdi hakimiyyətə gələn zaman Atabəylərdən hakimiyyətin. 4 də oxşardı. Təbriz şəhərinə ələ keçirmişdi. Təbriz şəhərinə ələ keçirilməsi bu İbrahimə deyə bilərik. Demək, cavab oldu 1 ilə nə? Daha doğrusu 2 ilə 4 oldu oxşar kimi. Oxşarlığı müəyyən edin 33-də. Demək, burada müqəddəs ittifaq və şimal ittifaqda yer alan dövlətlər. Deyir, hansı dövlətlər həm şimal ittifaqında olmuşdu, həm də müqəddəs ittifaqda olmuşdu. Bu bir deməli Rusiyadır. Bir də Respospolitadır. Həm şimal ittifaqında var idi, həm də müqəddəs birlikdə var idi. Yəni burada söhbət 1684-də yaradılan ittifaqdan gedir. Bir də 1700-də yaradılan ittifaqdan gedir. Yəni hər ikisində Respospolita və Rusiya mövcud olubdur. Danimarkadır, bu şimal ittifaqındaydı. Venesiya da Avstriyadır, bu da müqəddəs ittifaqda idi. Oxşar olan Respospolita Rusiyadır. Yəni 2 ilə 4. 34-də baxsaq, 1447-ci il Attilanın 1812 Napoleonun başlatdığı yürüşün oxşar cəhətini müəyyən edin. Yürüş edilən dövlətə əvvəlcə bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi. Yürüş edilən dövlətin əvvəlcə bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi. Yəni, cavab variantı olacaq. 1447-də Attila Bizans üzərinə yürüş elədi. Düzdür. Səbəbi nə idi? Əvvəlcə müqavilə bağlamışdılar. Bizans o müqavilənin şərtini pozmuşdu. Sonra 1812-də Napoleonun Rusiyaya yürüşünün səbəbi nə idi? Rusiya ilə müqavilə imzalamışlar. Rusiya onun hakimiyyətini qəbul etmişdi. Demişdi, mən İngiltərə ticarət əlaqələri saxlamayacağam, amma saxladığı 1812-ci ildə Napoleon Rusiyaya yürüş etdi. Cavab olar variantı. 35-ə baxsaq, deməli, burada uyğunluğu müəyyən edəcəyik ABŞ prezidentlərinə aid Calvin Coolidge, Harding, Franklin Roosevelt. Coolidge Almaniyanın təzminat məsələsində dəstəklədi. Bəli, Coolidge Almaniyanın təzminat məsələsində dəstəkləmişdi. Plus da onun dövründə elə Davos planı qəbul edilmişdi. Almaniyadan təzminatın alınmasının vaxtının uzadılması haqqında. Daxili siyasətin əsasını Latın Amerikası ölkələrinə yardım etmək təşkil edildi. Bəli, elə Coolidge'in daxili siyasəti buydu. Yardımlar etməklə özündən asılı vəziyyətdə saxlayıb möhkəmləndirirdi hakimiyyətini. Sonra 1-ci Napoleon kimi iri kapitaldan alınan vergiləri azaltmışdı. Bəli, Calvin Coolidge də məhz Napoleon kimi, Napoleon da belə eləmişdi. İri kapitaldan alınan vergiləri azaltmışdı. Hardingə baxsaq, Almaniya ilə sülh müqaviləsi imzalamışdı. Bu doğrudur. Harding hökuməti 21-də hakimiyyətə gəlmişdi. Bu Woodrow Wilsondan sonra. Və o Almaniya ilə də müharibədən sonra münasibətlərini nizamlayıb sülh imzalamışdı. Həmçinin Vaşinqton konfransında Çin ərazi bütövlüyünü tanımışdı 1921-22-ci ildə. Harding hökumətidir bu. Yoxsulluğu aradan qaldırmaq üçün plan hazırlasa da baş tutmadı. Bu Hoover hökumətinə aiddir. Hooverə, Hardingə yox. Biri oldu ABC, 2 oldu AB. Deməli, biri oldu Calvin Coolidge aid. Biri burada nəyi səhv elədik biz? Qoy baxaq axırda qaydarıq. Franklin Rooseveltə baxsaq, dünya ölkələrində böyük böhran başlandı. Böyük böhran Hooverin dövründə başlayır 1929-da. Bu sadəcə böyük böhranı aradan qaldırmaq üçün tədbirlər görür. Bunu götürmürük. Sonra baxsaq, deyir, SSR ilə diplomatik əlaqələr yaradılıb. Bu 1933-də götürərik buna. B-ni götürürük. Mən bu Franklin Rooseveltə. C-yə baxsaq, Theodore Rooseveltin yeritdiyi siyasətin əksini edirdi. Bu da oxşardır. Bu da götürürük Franklin Rooseveltə. Məsələn, Theodore Roosevelt dedik, Latın Amerikası ölkələrinə güc yolu ilə böyük dəyənək siyasəti yeridərək asılı hala saxlayırdı. Güc yolu ilə. Bu isə Franklin Roosevelt isə mehriban qonşuluq siyasəti yürüdərək asılı halda saxlayırdı. Bu onun siyasətin əksi idi. Demək, C variantı
Franklin Rooseveltə aiddir. 1 oldu BC, 1 oldu BC. Daha doğrusu 3 oldu BC. 3 B'dir, bir də C'dir. 2 oldu AB, 2 AB. İndi 1-ə Calvin Coolidge deyir, Almaniyanın təzminat məsələsində dəstəklədi. Coolidge A-nı götürürük. Baxın. Daxili siyasətinin əsasını deyir. Daxili siyasəti yox, xarici siyasətidir. Xarici siyasəti. Əslində düz fikirdir Latin Amerikası ölkələrini yardımlar etməsi. Amma burada daxili siyasəti qeyd olunub. Daxili siyasət yox, xarici siyasətinə aiddir bu fikir. Demək, 1 olur A ilə C, 2 olur A ilə B, 1 AC, 2 AB, 3 BC. AC, AB, BC variantı. 36-ya baxsaq, 1846-cı ildə yaradılmış quberniyalar sırasında verilə bilməz. Dərbənd yaradılıb, Şamaxı yaradılıb, İrəvan 49-da yaradılıb, bir cavabım bu olacaq. Tiflis 46-da yaradılıb götürmüş, Yelizavetpol 68-də yaradılıb, bir cavabım bu olacaq. Demək, cavab olur burada nə? 3 ilə 4. Yəni E variantı. 37-yə baxsaq, Cənubi Qafqazda mövcud olmuş idarə sistemlərinin xronoloji ardıcıllığını müəyyən edin. Cənubi Qafqazda birinci olub nə? Qafqazda birinci olubdur, hələ canişinlikdən öncə baş hakimlik 44-də kimi, 1844-də kimi. Sonra canişinlik yaradılıb 44-də, keçidir canişinliyə. Yəni 1 gəlir, birinci baş hakimlik. Sonra gəlir 3, 1844-dən canişinlik 1-3. Daha sonra canişinlikdən sonra gələcək komitə 2, 1917-dən. Sonra 1917-nin oktyabr çevrilişi nəticəsində komitə hakimiyyətini başa vuracaq. Yaranacaq komissarlıq 5. Ən sonunda da komissarlıq da 1918-in fevralında fəaliyyətini dayandıracaq, yerin verəcək Seymə 4. Demək, cavab oldu 1, 3, 2, 5, 4. 1, 3, 2, 5, 4 də B variantındadır. 38-ə baxsaq, Osmanlı dövlətinin ələ keçirdiyi ərazilərin uyğunluğunu müəyyən edin. Kipr, Krit, Misir, Bağdad. Baxın, Kipri demişdik, ələ keçirən kimdir? Kipri 1571-də ələ keçirmişdi 2-ci Səlim. Biri oldu C. 1-ə C. Kriti ələ keçirmişdi Fəzl Əhməd Paşa 1669. 2 oldu Y. Misri ələ keçirmişdi 1-ci Səlim 1518. 1-ə oldu. Daha doğrusu 3-ə oldu B. 3-ə oldu A. 1-ci Səlim A'dadır. A. Sonra Bağdadı isə həm Bağdadı ələ keçiribdi 4-cü Murad 1638. B-ni də yaza bilərik. Həm də Sultan Süleymanın özü də 1534-də Bağdadı ələ keçirmişdi. Həm də D-ni yaza bilərik. Fatih Mehmedə aid xüsusiyyət yoxdur. Demək oldu 1C, 2Y, 3A, 4 də B-dir. Yəni cavab A. 39-a baxsa, 2-ci Dünya müharibəsinə aid uyğunluğu müəyyən edin. Stalingrad döyüşünün baş verməsi uzaq şərqdə əsaslı dönüş yarandı. Baxın, Stalingradla uzaq şərqdə yox, Sovet-Alman cəbhəsində əsaslı dönüş yaradılır. Uzaq şərqdə əsaslı dönüş hansı ilə yaradılırdı? Midway döyüşü ilə 1942-ci ildə yayında. Demək, bir yanlış oldu. Bizdən düz istəyir. Birləşmiş Millətlər Bəyannaməsi imzalanması anti-Hitler koalisiyasının yaradılması bu doğrudur. 1942-də artıq Birləşmiş Millətlər Bəyannaməsi imzalandı. Anti-Hitler koalisiyası da yarandı bundan. SSR-nin qış müharibəsini aparması, Finlandiyanı işğal etməsi bu yanlışdır. Birincisi, bu SSR-nin qış müharibəsi aparması 2-ci Dünya müharibəsinə aid deyil. Filusdakı qış müharibəsi nəticəsində SSR Finlandiyanı işğal edə bilməmişdir. Ona görə də yanlışdır bu. 4-ə baxsaq, Yaponiyanın təslim olması Böyük Vətən müharibəsinin başa çatması, bu da yanlışdır. Böyük Vətən müharibəsi 9 mayda başa çatdı artıq. Almaniyanın təslim olması ilə. 2-ci Dünya müharibəsi Yaponiyanın təslim olmasından başa çatdı. Yəni Yaponiya təslim olanda Böyük Vətən müharibəsi yox, 2-ci Dünya müharibəsi başa çatmışdı. Bu da yanlışdır. 5-ə baxsaq, Molotov-Ribbentrop paktının imzalanması Almaniya və SSR-nin Şərqi Avropanın nüfuz dairələrinə bölünməsi. Baxın, bu fikir doğrudur. Bu pakt imzalanandan sonra Almaniya ilə SSR Şərqi Avropanın nüfuz dairəsində bölür. Amma bu pakt Dünya müharibəsi başlamamışdan bir həftə öncə 23 avqust olmuşdu. 1939-un 23 avqustunda. Bizə şərtdə nə edir? 2-ci Dünya müharibəsinə aid uyğunluğu istəyir bizdən.
Demək 5 də yanlışdır. Burada ancaq düzgün olan 2-ci Dünya müharibəsinə aid uyğunluğun düzgün qorunduğu fikir 2-dədir. Yalnız 2 cavab D olur. 40-a baxsaq, uyğunluğu müəyyən edin. 19-cu əsrin 50-ci illərində Yaponiya, Çin, Hindistan. ABŞ gəmilərinə Yapon limanlarına girmək hüququ verildi. Bu 1854 Yaponiya-ABŞ müqaviləsinə görədir. Burada deyildik, Yaponiyanın da tədrisçilik siyasətinə son qoyulurdu. ABŞ-ın da Yaponların limanları var ki, Simoda, ora girmək hüququ verilirdi. 1854 müqaviləsi bizdən də 19-cu əsrin 50-ci illəri istəyir. Bəli, bir A-nı götürürük. Burjua inqilabı başladı Yaponiyada 1854-də. Xeyr, bu 60-da başlamışdı. İmperator hakimiyyəti toxunulmaz elan edildi. Bu da 1889 konstitusiyasına görədir. Bu düşmür. Demək, biri oldu yalnız A. 2-yə Çin tarixinə baxsaq, İngiltərə və Fransa ilə yeni müharibəyə başladı. Bu 1856 2-ci Triye müharibəsidir. Doğrudur, götürərik. Qadınlarla kişilərə bərabər hüquqlar verən hərəkat başladı. Bu da 1850-də Tayfinlər hərəkatıdır. 50-ci illərdə başlayıb, doğrudur. Böyük Strayiş planı qəbul edildi. Bu da 1958-dir. 20-ci əsrin 50-ci illərinə aiddir. Burada 19-cu əsrin 50-ci illərini istəyir. Bunu götürmürük. Hindistana baxsaq, 19-cu əsrin 50-ci illərinə aid Böyük Moğol dövlətinə son qoyuldu. Bəli, 1858. İlk fəhlə qanunları 19-cu əsrin 90-cı illərdə, 50-ci illər deyil. Sipahilər üsyanı ingilislər tərəfindən yatırıldı. Bu da 1859-dur. C-ni də götürürük. Demək, biri oldu 1A, 2-yə A, B, 1A, 2-yə A, B, 3-ə də A, C. Yəni C variantı. 41-ci suala baxsaq, əslində suallarda ağırlıq var imiş. Mən sadə hesab edirdim. Yəni ağırlıq var imiş bu sınaqda da. İşlədikcə özüm görürəm. Digər sınaqlara nisbətən asandır, amma yenə də ağırlığı var. Venn diaqramına əsasən uyğunlaşdırın. Azərbaycan 19-cu əsrin 60-70-ci illərində məhkəmə islahatı, şəhər islahatı. Andlı iclasçılar məhkəməsinin yaradılması bu Azərbaycanda yaradılmamışdı. Bilirik ki, məhkəmə islahatı Azərbaycanda 1866-dadır, Rusiyada 1864. Deyirdik ki, Azərbaycandakı məhkəmə islahatının Rusiyadakından fərqli olaraq Azərbaycanda andlı məhkəmələr yaradılmamışdı. Ona görə A-nı götürmür heç birinə. Burjua islahatlar içərisində ən mütərəqqi islahatlar idi. Həm məhkəmə, həm şəhər islahatı, ikisi də. B-ni götürürüksə, bütün işlərin rus dilində aparılması şəhər islahatında, məhkəmə islahatında belə idi. C-yə götürürük oxşarı. Əhalinin bütün təbəqələri üçün ümumi məhkəmələrin yaradılması məhkəmə islahatına aiddir. Birə D. Üzvlərin 50%-nin qeyri-xristian olması o da şəhər islahatına aiddir. E variantı. Biz demişdik ki, şəhər islahatında Bakı şəhər dumasının şəhər islahatı zamanı Bakı şəhər dumasında 50% təmsil olunanların 50%-i qeyri-xristian ola bilər. 50%-dən artıq ola bilməz. Yəni bu şəhər islahatına aid xüsusiyyətdir. 1 olur, D 2 olur, Y 3 olur, B C. Yəni D variantı. 42-yə baxsaq, Qəznəvilər dövlətinin 12-ci əsrin ikinci yarısı ilə Qaraxanilər dövlətinin 10-cu əsrin birinci yarısı üçün oxşar cəhətdir. Bu paytaxt dəyişikliyi olacaq. Biz bilirik ki, 12-ci əsrin ikinci yarısında Qəznəvlərin Qəznə şəhəri idi, paytaxtı. Gürcülər gəlir, onu yandırır deyə 12-ci əsrin ikinci yarısında paytaxtı Pakistana, Lahora köçürürlər. Bir də Qaraxanilər dövləti 942-ci ildə Satıq Buğraxan paytaxtı Kashgar şəhərinə köçürür. Bu da 10-cu əsrin birinci yarısında. Cavab olub paytaxt dəyişikliyi. 43-ə baxsaq, klassik feodalizm dövründə yaranmış torpaq mülkiyyət formalarını müəyyən edin. Klassik feodalizm dövrü deyil, yəni 15-ci əsrdir. İnci torpaqları bu Hülakülər dövründə 1-i götürürük. Uç torpaqları 2-ni götürürük. Səlcuqlar dövrü 11-ci əsrə düşür. İncuda 13-cü əsr. İlk da ərəblərin dövründə var idi. Erkin orta əsrlərdir. Qopçur klassik feodalizm dövründə yaransa da torpaq yox, vergi idi. Soyurqal da belə bir də soyurqal idi ki, məhz 15-ci əsrdə yaranmışdı. Cavab olacaq 1, 2, 5. Yəni D variantı. 44-də baxsaq, hansı dövlətə aid məlumat verilməmişdir? Deməli, deyir, Müsəlman şərqində 2-ci ali təhsil ocağının yerləşdiyi ərazidir. Bu,
Rəşidiyyə mədrəsəsidir. O da İranda yerləşir. 2-də 2-yə aid məlumat var. İlk Farmakologiya kitabının yazıldığı ərazidə bu Çindədir. 13-cü əsrdə Çinə aid var. 19-cu əsrin ikinci yarısında ilk qadın pedaqoji məktəbi açılmışdı. 19-cu əsrin ikinci yarısında bu Yaponiyada olan burjuya islahatlarına aiddir. Məhz Mochihiton dövründə yaradılmışdı, doğrudur. 17-ci əsrin sonu 18-ci əsrin əvvəllərində Elmlər Akademiyası yaradılmışdı. Bu da Rusiyaya aiddir. Pyotrun dövründə yaradılmışdı Elmlər Akademiyası. Burada məlumat Hindistana aid yoxdur. 45-ə baxsaq, 45-ə. Deyir, Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 17-ci əsrdə Rusiya, bir də İngiltərə. Deməli, hakimiyyətə yeni sülalə gəlmişdi. Biz bilirik ki, 17-ci əsrdə 1612-də Rusiyada gəlir Romanovlar, İngiltərədə 1603-də Stuartlar gəlir. Hakimiyyətə yeni sülalə gəlməsi oxşar olub, üçə gedir. İspaniya və Fransa ilə diplomatik əlaqələr qurmuşdu. Bu elə Stuartlar qurmuşdu 17-ci əsrdə. Bunu götürəcək yeni. Səfəvilər dövləti müqavilə imzalamışdı. Bu da hər ikisi 17-ci əsrdə. Məsələn, Rusiya Səfəvilərlə 1667-də imzalayıb, İngiltərədə 1621-də imzalayıb. Bu da oxşardır. C-ni götürürük. Sənaye çevrilişi başa çatmışdı. İngiltərədə sənaye çevrilişi başlamamışdı. Nə də Rusiyada başlamamışdı ki, başa çata deyə götürülmür. Qəbul edilən gömrük qanununa görə daxili gömrük rüsumları ləğv edilmişdi. Bəli, bu Rusiyaya aiddir. 17-ci əsrin ortalarında qəbul edilən qanuna görə daxili gömrük rüsumları ləğv edilmişdi Rusiyada. İsveç üzərində qələbədən sonra Baltik dənizinə çıxış əldə etmişdi. Bu Rusiyaya aiddir, amma 17-ci əsrinə yox, 18-ci əsrinə aiddir. Ona görə F götürmürük. Cavab oldu 1-yə, 2-yə B, 3-ə A, C, yəni D variantı. 46-ya baxsaq, aşağıdakı dövlətlərdən neçəsinin paytaxtı Ərdəbil və Təbriz şəhərləri olmuşdu. Ərdəbil və Təbriz şəhərinin paytaxt olması yalnız rəvvadilərə aiddir. Bilirik ki, paytaxt birinci Ərdəbil, sonra Təbriz olur. Yəni digər dövlətlərin paytaxtı Təbriz ola bilər, amma Ərdəbil olmamışdı. Yəni cavab olur yalnız 1. 47-yə baxsaq, Qızıl Ordu dövlətinə aid deyil. 13-cü əsrin sonlarında müstəqil idarə edilməyə başladı. Bəli, doğrudur. Qızıl Ordu 13-cü əsrin 40-cı illərində yaranır, amma müstəqil idarə edilməyə başlayır 13-cü əsrin sonlarında. Qısa müddətdə Azərbaycanın tərkibində qatmışdı. Bəli, o deyirik ki, 1357-ci ildə məhz Atabəylər dövlətinin, Elxanilər dövlətinə son qoyduqdan sonra qısa müddətdə Azərbaycanın tərkibinə qatmışdı. Doğrudur. Elxanilər dövləti kimi İslam dini qəbul etmişdi. Bəli, Qızıl Ordu dövlətində, məsələn, Elxanilərdə Qazan xan deyildi, Qızıl Orduda isə biz Özbək xan deyildik ki, İslam dini qəbul edibdi. Bu da oxşardır. Teymurilər dövləti ilə müharibə aparsa da yaxın münasibətləri saxlamışdı. Bəli, Teymurilər dövləti ilə Qızıl Ordu dövləti müharibə aparırdı. Məsələn, Əmir Teymurun dövründə yaxın münasibətlər saxlayıb Şahrulun dövründə. Bu da oxşardır. Yazıb 1475-ci ildə Uzun Həsənlə uğursuz diplomatik əlaqə saxlamışdı. Baxın, Qızıl Ordu dövləti Uzun Həsənlə uğurlu diplomatik əlaqə saxlayıb cənub sərhədlərinin təhlükəsizliyini təminat altına almışdı. 1475-də Uzun Həsənlə uğursuz diplomatik əlaqə saxlayan Moskva knyazı idi. Eləyək 4-cü İvan, daha doğrusu 3-cü İvan elçi göndərir 1475-də. O elçilik uğursuz olub. O da Moskva knyazı idi. Qızıl Ordu deyildi. 48-ə baxsaq, 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycan mədəniyyətinə aid edilə bilməz. Üsul Cədid məktəbi açılmışdı, bəli. 19-cu əsrin ikinci yarısında açılmışdı. İlk dəfə Şamaxıda Seyid Əzim Şirvani tərəfindən. A, doğrudur. Qəza məktəbləri pullu şəhər məktəblərinə çevrilmişdi. Bu 1872-dir. 19-cu əsrin ikinci yarısına düşür. Qəza məktəblərinin açılması haqqında əsasnamə qəbul edilmişdi. Bu 1829-dur. 19-cu əsrin ikinci yarısı yox, birinci yarısına düşür. Elə cavab C olacaq. Rus dilli orta məktəbin əsası qoyulmuşdu 1865-dir. İrəvan müəllimlər seminaristinin açılması 1881-dir. Birinci yarısına düşən burada C variantıdır. Yəni bizə 19-cu əsrin ikinci yarısına aid olmayan deyirdi. Digərlərə aiddir, bir dənə C aid deyil. 49-a baxsaq, ata müjdələr olsun. Oğlun dünyanın sonuna kimi hakim oldu. Bəhs edilən hökmdarla Çingiz xanın ortaq cəhətini müəyyən edin. Bunu Məlikşah demişdi. Məlikşah demək Qaradəniz sahillərinə yürüş eləyərkən Məlikşah bunu demişdi. Deməli biz burada Məlikşahın Çingiz xanla ortaq cəhətini seçməliyik. Yeni dövlətin əsasını qoymuşdu. Bu Çingiz qoysa da bilir ki, Məlikşah qoymayıbdı. Nizamordu yaratmışdı. Həm Məlikşah, həm Çingiz yaradıbdı. Oxşar ikini götürürük.
Sonra Mərkəzi Asiyanı işğal etmişdi. Məlikşah Mərkəzi Asiyanı işğal eləməyibdi. Azərbaycan işğalını başa çatdırmışdı. Məlikşah Azərbaycan işğalını başa çatdırmayıb. Çingizxan başa çatdırıb, amma oxşar lazımdır. Paytaxt dəyişikliyi etməmişdi. Paytaxt dəyişikliyi Məlikşah edibdi, Çingiz etməyib. Cavab burada oxşar olan yalnız 2-dir. Çingizxanla Məlikşah üçün oxşar. Və sonuncu 50-ci suala baxsaq, 11-ci əsrin ikinci rübündə Slavyanlar tərəfindən qarət edilən şəhər. Bu Bərdə də ağla gələ bilər, amma Bərdə biz bilirik ki, 10-cu əsrin ikinci rübündə qarət edilibdir. Bizdən 11-ci əsrin ikinci rübü deyil. O da Şamaxı şəhəridir, Yezdiyə şəhəri 1032-ci il yürüşü zamanı Yezdiyə şəhəri Şirvanşahlar tərəfindən qarət edilmişdi. Bu da 11-ci əsrin ikinci rübünə düşür. Bərdə isə sadəcə 10-cu əsrin ikinci rübüdür. 10-cu əsrin ikinci rübü desə 3-ü götürərdik. 11-ci əsrin ikinci rübü dediyi üçün 2-ni götürürük. Cavab olur B variantı. Demək belə. Oldu müəllimlər. Sertifikasiya deməli sınaq 27-də izahına baxdıq. Növbəti izah sertifikasiya sınaq 28 olacaq. Ümumiyyətlə bundan sonra sertifikasiya sınaqları asan olacaq. Yəni asan deyəndə, yəni imtahan formatına uyğun olaraq. Nə çətin, nə də ki, nə çox çətin, nə də çox asan. Normal. Yəni əvvəllər çox ağır idi, formatdan biraz kənar idi. Amma bundan sonra normada olacaq. Oldu, sağ olun.